Çoxumuzu danışdırsaq, məsələn, soruşsalar ki, sən niyə Allah dostlarından deyilsən indi, övliyalardan deyilsən, ariflərdən deyilsən? Cavabımız nədir? Bacarmıram. Bacarmıram, yəni nə? Yəni çətindir. Yəni çətindir. Hamı deyər ki, çətindir. Çox çətindir. İnsanoğlunun düçar olduğu ən böyük səhvlərdən biri dini çətin görməsidir. Mən bunu açmaq istəyirəm bu 3 gündə, Allah qismət eləsə, 3 gecədə. Şeytan bu düşüncəni bizə gecə-gündüz təlqin eləyir. Çətindir, sənlik deyil bu. Biz də inanırıq şeytana. Allah da bu yandan deyir ki, qulaq asmayın ona, mən göndərmişəm bu dini, sizi də mən yaratmışam, deyirəm asandır. İndi gəlin seçim eləyək, hansı düz deyir? Din əvvəldən axıra asandır. Deyə bilmərik, dinin aşağı mərtəbəsi asandır, yuxarı getdikcə çətinləşir. Qətiyyən. Qətiyyən. Allah demir, dinin bir hissəsi asandır. Deyir, yuridullah, bikumul yusr. Allah sizin üçün asanlıq istəyir, dindən danışanda deyir. Din əvvəlindən axırına qədər asandır. Əksinə daha yuxarı getdikcə, yuxarıda olanlar bizdən daha çox deyirlər ki, din asandır. Ona görə onlar daha xəcalətlidirlər Allahın qabağında. Fikir vermişsiniz, arif olduqca adam xəcaləti artır. Qürrələnmir. Daha da kisilir. Deyir, nə asanıymış bu? Mən bir filmdə görmüşdüm, bir nəfər şəhid olur, xanımdır, ruhu bədənindən çıxan kimi qəşəng çəkmişlər, o həmişə beynimdə qalıb. Deyir, atası da şəhid olur, atasına qovuşanda, birinci görüşəndə deyir, nə asanıymış? Nə asanıymış bu? Şəhadət, şəhadət. Çox asanıymış, başa düşsün, yolunu tapsın. Adam yuxarı getdikcə dində daha çox borclu olur. Yuxarı məqamda olan adamlar indidən ağlamağa başlayıblar, həsrətləri indidən başlayıb, qiyamətə qalmayıb. İndidən başlayıblar ağlamağa, həsrət çəkməyə ki, asandır bu din, biz yaxşı əməl eləyə bilmirik. Asan bir işə. O qədər borclu bilirlər özlərini Allaha. İnsan qabağa getdikcə dində dinin asanlığını başa düşür və alışıb yanır. Hamı deyir ki, daha yaxşı ola bilərdim. Çox asandır. Yuxarı getdikcə adamın başqalarına da daha çox ürəyi yanır ki, bu qədər asan bir dinə niyə əməl eləmirsiniz, özünüzü bədbəxt edirsiniz?